Bismillahirrahmanirrahim. Mehriban və bağışlayan Allahın adı ilə və yadı ilə. Qurban bayramını siz Müslüman, mömin qardaşlarıma, bacılarıma təbrik deyirəm. Allahdan çoxlu, bollu istəyirəm ki, Müslümanın izzətini bütün dünyada yenidən ona qeytərsin. O cinayətlər, soyqırımlar ki Qəzzədə Müslümanlara olur, o izzət yenidən bir mütəsahil, mütəsamih, etidali bir hakimiyyətin kölgəsi altında bütün Müslümanlara o izzət yenidən qeytsin. Müslüman heç zaman zülmün altına getməməlidir. Küfrün altına getməməlidir. Ona görə qədimdən də elə dədə-babalarımız demişsən, bütün Müslümanlara, möminlərə Allahdan istəyirəm ki, demişdilər, hacılar savabında olasınız. Qurban bayramı bizim gözəl bayramlarımızdandır. Həm Türk dünyasında, həm Müslüman dünyasında bu bayramı çox kutsal, müqəddəs tutarlar. Çoxlu ölkələr vardı ki, buna çoxlu tətil günlər, xüsusən Türkiyənin özündə bəlkə 8-9 gün dövlət hakimiyyət tərəfindən möminlərə, müslümanlara bu fürsəti yaraldırlar ki, getsinlər, yaxşı ibadətlərinə yetişsinlər. Hər halda mən bu söhbəti ki, istəyirəm sizinlə ortalığa qoyam, adı Qurban bayramı və tərsə kimlikdir. Bu tərsə kimliklə Qurban bayramının nə ilgisi ola bilər? Ən birincisi budur ki, Türkün düşüncəsində İslamdan öncə də qurbanlıq var idi. Amma insan qurbanlığı yox idi. Türk animizmə qail olmaq üçün, yəni təbiətdə bütün əşyalara can bağışlamaq üçün, özünü təbiətdən görmək üçün, təbiətdən hər nə alırdı, göylü istəyirdi ki, bu məhəbbəti təbiətə ödəsin. Bu məhəbbəti ödəmək həmənidir ki, bunun adına elə qurbanlıq deyirlər. Qurbanlıq həm qan qurbanlığı ola bilirdi, həm qansız qurbanlıq olurdu. Bu qan qurbanlığında elə fərqli, çeşitli heyvanları eləyə bilirdilər bunlar. Qurbanlıq kəssinlər, qurban versinlər. Qansız qurban da həmən nəzirlər idi ki, bunlar bağlayırdılar ağaçlardan, o yandan, bu yandan, o tək ağaçlardan olurdu bəzən. Bunları yer altında da quyulurdular, ta o istəklərinə neynəsinlər, çatsınlar. Bizim qurban kələməsi demək olar ki, Quranda iki yerdə gəlibdir. Qurban kələməsi ərəbi kələmədir. Yəni qorbudan tutulur, yaxınlaşmaq. Yəni sən istəyirsən bir şeyi əldən verəsən, ta bir zada yaxınlaşasan. Biz buna deyirik ki, qurbanlıq. Həmən ki, Quranda gəlirdi ki, lən tənalul birrə hətta tunfiqu mimma tuhibbun. Siz heç zaman yaxçılığa əl tapanmayacaqsınız. Məyər o zaman ki, o istədiklərinizdən bağışlayasınız. Yəni qurbanlıq da elə bu anlamı daşıyır ki, siz istədiklərinizdən bağışlamalısınız. Yoxsa o şeyi ki, sizin öz baxışınızda dəyəri yoxdur, önəmi yoxdur, istəyəsiniz onu siz bağışlayasınız, onun
o qədər də önəmi olmayacaqdır. Pəs demək olar ki, qurban qorbudan alınır. Bunun cəmini də qərabin də yazılıbdır. Eid kəlməsi də etimologlar ərəb dilində bizə deyirlər ki, bu da elə qeyitmək mənasındadır. Yəni demək olar ki, bir ləhzələr, bir anlar, bir işlər sən görürsən ki, sən özüvə qeydirsən. Bunun adı olur eid. Ki bu eid eləyə bilər qurban olsun, fitir olsun, məbəs olsun. Yəni bu kutsal günlər bir bəhanələr olur ki, sən özüvə, özlüyüvə qeydəsən. Pəs qurban bayramı ilə tərsə kimliyin nə ilgisi ola bilər? Qurban bayramı bizə bir fürsət ola bilər ki, biz bu tərsə kimliyimizi yandıra bilək. Bizə axı tərsə kimliklər qoyulubdur, bizə tüh demirlər, bizə azəri deyirlər, bizə fazəri deyirlər və demək olar ki, bir sıraları var ki, bizim kimliyimizdə təhcə tühçülüğü görürlər. Xub, bu da bir tərsə kimlikdir. Axı bizim kimliyimizin 5 müəllifəsi vardır. Bu 5 müəllifədə həm din var, həm dil var, həm tarix var, həm coğrafiya var, yəni vətən var, həm kültür var, həm törə vardır, dəblər vardır. Sənin burada musiqin sənin bir kimliyindən, bir kimliyi, bir sektorundan demək olar sayılır. Amma Farabinin düşüncəsində bu təməl dil əsasında qoyulur və buradan demək olar kimlik başlayır. Həmən ki, Piri Türkistan Xacə Əhməd Yəsəvi də dedi ki, dil bir şeydir ki, onu səndən almaq olmaz, sən onu hər yerə getsən əldən verəmməzsən, amma din bir şeydir ki, sən onu əldən verib, mütaliə eləyib, təhqiq ilə yeni bir düşüncələrə əl tapa bilərsən. Amma dildə sən bu işi görənməzsən, deyəsən mən 20 il oxudum, mütaliə elədim, böyündən də mən türk dilini qoyuram qırağa, almanı dilim olacaq, mənim ana dilim almanı olacaqdır. Belə şey heç zaman olmayacaqdır. Bu tərsə kimliklərdən biz qurtula bilərik. Yəni düz düşüncələr gəlib və bizi bu tərsə düşüncələrdən uzaq saxlaya bilər. Hər halda xoşluram ki, o Quranda 2 yerdə ki, qurban kəlməsi gəlibdir, onu sizinlə paylaşam. Maidə surəsində demək olar ki, 27-ci ayədə Allah belə buyurur ki, deyir ki, o zamandır ki, Həzrəti Adəmin uşaqlarıdır, macərasıdır. Habillə Qabilin onun macərasıdır. Deyir ki, Peyğəmbərə deyir ki, sən decinən ki, Bismillahirrahmanirrahim, Əuzu billahi minəşşeytanirracim vətlu aleyhim nəbəəbnəy Adəmə bilhəq İz qarrabə qurbanən fətuqubbilə min əhədihimə və ləm yutəqəbbəl minəl əxəri qalə ləəqtulennəkə qalə innəmə yətəqəbbəlullahu minəl muttəqin. Deyir ki, mənim Peyğəmbərim, sən onlara o Həzrəti Adəmin uşaqlarının nağıllarını, mühüm xəbərlərini sən həqiqətlə decinən. O zaman ki, onlar ikisi də, yəni Habillə Qabil ikisi də qurbanlıq verirdilər ki, ez qarraba qurbanən, qurbanlıq verirdilər ki, mənə yaxınlaşsınlar, fətuqubbilə min əhədihimə, bunların birindən qurbanlıq qəbul olunurdu. Və ləm yutəqəbbəl minəl əxər, və birindən qurbanlıq qəbul olmurdu. Niyə? O cür ki, deyilir, elə bir Habil maldavar işinə baxırdı, yaxçı heyvan seçirdi,
onlardan qurbanlıq verirdi. Qabil də əkinçiliğə baxırdı. O məhsul ki, tökülmüşdü, dəyəri yox idi, dərdə dəyməzdi. Ondan nə edirdi? Ayırırdı, ondan qurbanlıq verirdi. Və ləm yutəqəbbəl minəl-axər. Qabildən bu qurbanlıq qəbul olunmur. Qalə ləəqtülənnəkə. Qabil Habilə dedi ki, belə ki, indi oldu, mənim qurbanlığım qəbul olunmadı, səninki qəbul olundu, mən səni hətmən öldürəcəyim. Qalə innəmə yətəqəbbəlullahu minəl-muttəqin. Allah Teala buyurdu ki, təhcə müttəqi, Allahdan utanan insanlardan, Allahdan çəkinən insanlardan bunların qurbanlıqları qəbul ola bilər. İnsanlar da gərək bir təqva aləminə girələr, ondan da neyniyələr, onun bacasından baxalar. Xub, demək olar ki, o bir sıra nağıllar ki, Qabil ilə Habil bacısının üstündə bibilərini öldürdülər. Siz baxırsınız, görürsünüz ki, belə şey Quranda nə mənədir, gəlməyibdir. Xub, geçirik. Burada gördünüz da ki, qərrəba qurbanın. Qurbanın kələməsi gəlibdir. Məniyə bu ki, yaxınlaşmaq anlamını neyniyir? Daşıyır. Gəlirik indi Əhqaf surəsinə. Orada Əhqaf surəsində bəli, demək olar ki, 28-ci ayədə burada gənə qurban kələməsi gəlibdir. Yəni dedik ki, Quranda 2 yerdə qurban kələməsi gəlibdir. Biz istəyirik ki, o İd-i Qurban ki deyilir, görək qurbanın öz kələməsi Qur'anın özündə nə anlam daşıyır? Axı Qur'an kimliknamədir. Qur'an bizim bir kimliyimizin sektoru sayılır. Bu bir kutsal kitabdır ki, bunun fəlsəfi baxışları bizim dünya görəvimizi eləyə bilir ki, bizə göstərsin. Xub, buyurur ki, 28-ci ayədə Əhqaf surəsində, Əhqaf elə bir yermiş ki, bu Ərəb yarımadasının cənub tərəfində, demək olar, orada bir məntəqənin, bölgənin adıymış. Ora Əhqaf deyilirmiş. Və bu surədə elə bu adına qoyulubdur. Orada da 28-ci ayədə buyurur ki, وَلَوْلَا نَسَرَهُمُ الَّذ۪ينَ اتَّخَذُوا مِنْ دُونِ اللّٰهِ قُرْبَانًا آلِهَةً بَلْ ضَلُّوا عَنْهُمْ وَذَٰلِكَ إِفْكُهُمْ وَمَا كَانُوا يَفْتَرُونَ. Deyir ki, bəli, burada elə bir macəra belə gəlir ki, biz ey Məkkənin kafirləri, biz sizə keçmiş qovumlardan istəyirik hekayələr nəql eləyək. Siz nə qədər güclü olsanız da, Ad-ı Səmuddan güclü olmayacaqsınız. Bura, bu Əhqafda o Ad qovumunun ki, güclüydülər, Allah bunlara imkan vermişdi və bunlar küfr elədilər, demək olar. Onu istəyir neynəsin və bir bəla gəlir bunlar aradan. Ad ra to bad dadi der cəhan, der fəkəndi der əzab و əndühan, Mevlana Məsnəvidə deyir. Onu neyini gətirir. Üstə də baxsaz, demək olar ki, 26-cı ayəsində də deyir ki, وَلَقَدْ مَكَّنَّاهُمْ فِي مَا إِنْ مَكَّنَّاكُمْ فِيهِ وَجَعَلْنَا لَهُمْ سَمْعًا وَأَبْصَارًا وَأَفْئِدَةً فَمَا أَغْنَى عَنْهُمْ سَمْعُهُمْ وَلَا أَبْصَارُهُمْ وَلَا أَفْئِدَتُهُمْ مِنْ شَيْءٍ. Xub, biz onlara qulaq da verdik, göz də verdik, ürək də verdik, hər şey verdik. Amma nə bunların qulaqları, nə gözləri, nə ürəkləri heç zaman bunlara fayda yetirmədi. اِذْ كَانُوا يَجْحَدُونَ بِآيَاتِ اللّٰهِ.
Bunlar da Allah'ın ayələrini inkar etdilər, başladılar bunu neynədilər? Məsxərə tutdular. Və laqad əhləknə ma havlakum minəl qura'i. Yəni biz də elə elədik ki, onların bütün bu abadiləri, abad yerləri neynədik? Aradan götdük. Ləlləhum yərcü. Bəlkə ki olsun biz bu ayələri vurduq ki, onlar nə mənədir? Bir də geçsinlər. İndi onda bu ayə yetişir. Yəni 28-ci ayə yetişir ki, Ləvla nəsərəhumullezîne ittəxəzû min dunillah. Bəniyə onlar ki Allah'tan səvaya, Allah'tan başqa qurbanlıqları götürmüşdülər. Yəni aləhələri seçmişdilər, kraliçələri seçmişdilər ki, onlara yaxınlaşmışdılar. Qurbanən burada yaxınlaşmaq anlamını daşıyır. Bəniyə o ilahələr heç bunları yardım etmədi. Bəl zallu anhum. Təkcə heç yardımçı etmədi. Heç bunları azdırdı, çaşdırdı. Zəlikə efkuhum. Bu nə mənədir? Bir dənə böyük yalandır və bu iftiradır ki, ilahələr eləyə bilənməzlər bunlara təqərrüb yaratsınlar. Təqərrüb təkcə bizim yanımızda ola bilər. Siz bizə yaxınlaşa bilərsiniz. Bizə yaxınlaşmaqla eləyə bilərsiniz ki, öz özlüyünüzü, öz kimliyinizi bir də neyniyəsiniz? Özünüzə qeytərəsiniz. Yenidən onu oyadıb və ona sahib durasınız. Bu demək olar ki, qurban kələməsi idi ki, iki yerdə gəldi. Bir, Maidənin 27-ci ayəsində, bir də Əhqaf surəsində 28-ci ayədə ki, qurban yaxınlaşmaq anlamını daşıyırdı. İndi gələk eyd kələməsinə, görək eydin özü Quranda nə cür işlənilibdir. Quranda bir dəfə gəlibdir. Bu yenə də elə Maidə surəsində 114-cü demək olar ayədə orada ki İsa'nın nağılını deyir ki İz qalal havariyyun ya İsa ibn Məryəm həl yastati'u rabbuka an yunəzzilə aleyna maideten minəs-səmai. O zaman ki havarilər İsa ibn Məryəmə dedilər ki, sənin Tanrın eləyə bilər göydən bizə bir süfreyi göndərsin. Maideyi az asman در می رسید بی شراء و بیع و بی گفت و شنید. مولانا demişken قال اتقوا الله in kuntum mu'minin dedi ki siz təhcə təqvanız olsun, siz Allah'tan utanın, bir miqdar çəkinməyiz olsun, mümin olsaz olar, bu iş ola bilər. قالوا نريد أن نأكل منها. Bunlar dedilər ki niyə biz o maidəni istəyirik? قالوا نريد أن نأكل منها وتطمئن قلوبنا. Biz istəyirik ki ondan yeyək, bizim qəlblərimiz huzura çatsınlar, aramışa yetişsinlər. وَنَعْلَمُ أَنْ قَدْ صَدَقْتَنَا وَنَكُونَ عَلَيْهَا مِنَ الشَّاهِدِينَ. Və biz bilirik ki sən bizə yalan danışmazsan, sən bizə düz danışarsan və biz də ona o süfrənin gəlməsinə şahid olacaq. Qalə İsa ibn Məryəm Allahumma Rabbana anzil aleyna maideten minəs-səmai. Bu həman 114-cü ayədir Maidədə. Təkunu lana idən li-əvvəlina və axirina və ayətən minkə vərzuqna və əntə xeyrur razıqin. Orada İsa əlini tutur göyə, deyir ki, mənim Tanrım, mənim Rəbbim göydən bizə bir süfreyi göndər. Maidətən təkunu lənə idən. Bu süfrə bizə bir id olsun, bizə bir bayramlıq olsun, bizə bir qeyitmək olsun. Həm li əvvəlinə və axirina. Həm bizim o əvvəldə olanlara, həm sonrada gələnlərə hamısına bir dəb kimin bu qalsın, bir ayə olsun sənin tərəfindən. Vərzuqna, bizə ondan ruzi vercinən. Sən axı
ruzi verənlərin hamısının yaxçısısan. Pəs demək olar ki, İd kələməsi də bayramlıq və demək olar özümüzə qeyitmaq anlamını neynir, daşıyır. Yəni demək olar biz ayələri görürük, hadisələri görürük, anları görürük ki, o ləhzədə öz özlüyümüzə qeydirik və bu bizə bayramdır, bayram sayılır. Xub, o ki Mevlana deyirdi ki, خیش فربه می نماییم از پی قربان عید کان قصاب عاشقان بس خوب و زیبا می کشد. Yəni biz öz tərsə kimliyimizi, tərsə düşüncələrimizi aparırıq. Düz düşüncələrin qabağında başını kəsirik və yeni düşüncə və yeni kimlik ələ gətiririk. Bu bizə bir dənə qurbanlıq neyniyir? Sayılır. Biz qurbanlığa baxsaq görürük ki, bu həccdə və Məkkiyə getməkdə və hacıların qurban kəsməsində və bizim tüylərin içində də bu qurbanın adını görərsən İsmail qurbanı da deyirlər. İsmail qurbanı demək olar ki, bizim Qur'anımızda da gəlibdir. Saffat surəsində 102-ci ayədən belə başlayır. Orada belə başlayır ki, elə bir Həzrəti İbrahim Allahdan istəyir ki, Rəbbi həbli minəs salihin, mənə bir salih uşaq qismət eləcəkən. Bu Həzrəti İbrahimin Allahdan istəyi olur. فَبَشَّرْنَاهُ بِغُلَامٍ حَلِيمٍ Biz Həzrəti İbrahimə bu müjdəliyi verdik ki, sənə bir həlim, səbirli oğlan, Qulam oğlan adındadır. Oğlan neyniyəcəyik? Sizə verəcək. فَلَمَّا بَلَغَ مَعَهُ السَّعْيِ قَالَ يَا بُنَيَّ إِنِّي أَرَى فِي الْمَنَامِ deyir ki, elə ki İsmail o rüşd o kəmal həddinə yetişdi. Bələğə ma'hu səy qalə ya bunayyə deyir, orada İbrahim oğlu İsmailə dedi ki, inni əra fil mənami, mən yuxuda görmüşəm, ənni əzbəhukə, mən sənin başı kəsirəm. Fənzur məzə tərə, bax gör neyniyə bilirsən, nəzərin bu barədə nədir? Qalə ya əbəti if'al ma tu'maru sətəciduni inşaallahu minəs sabirin. Mənim atam, sənə nə əmr olunub, sən onu etçinə. Sən Allah qoysa, inşaallah sən məni sabirlərdən, dözümlü insanlardan görəcəksən. Sətəciduni inşaallahu minəs sabirin. فَلَمَّا أَسْلَمَ وَتَلَّهُ لِلْجَبِينِ O zaman ki bunların hər ikisi də Allahın əmrinə təslim oldular, İbrahim de oğlunu o Mina dağında qurbanlıq qəsdi ilə üzünü neynədi? Qoydu yerə. Təlləhu lilcəbin, alnını qoydu yerə ki başını kəssin. Eyni keçi kimin qoysun yerə, qoydu yerə başını kəs. Və nadəynahu ən ya İbrahim, biz orada səslədik ki, ey İbrahim, qəd səddəqtər rüya, sən bu rüyayı ki görmüşdün, sən düzlədin. Bu bir sadiq rüyaydı. Sən demədin ki, oğluma görə bu şeytani bir rüyadır, bundan vazgeçək. İnna kəzalikə nəczil muhsinin. Və buradadır ki, biz mühsün, yaxçı insanları, yaxçı iş görən insanları yaxçı işlərindən cəzalandıracaq. Xub, baxırsınız, görürsünüz ki, burada da demək olar ki, Allah neyniyir?
o macəranı gətirir. Və innə hâzâ ləhuvəl bəlâul mubin. Bu bir dənə böyük demək olar ki, çox aydın bir müsibət və imtihan idi. Bir İbrahim'i biz ona saldıq. Fədəynəhu bi zibhin azim. Biz orada ona bir dənə böyük qurbanlıq gətdik, dedik sən onu neynəclə bağışladıq, sən onun başını kəs də. Adam kəsmək bundan bu yana bütün tarixdə yasaqlandı. Yəni demək olar ki, İbrahimin macərasından bu tərəfə və İsmailin o qurbanlıqdan qutulması və o qoyunun gəlməsi ya qoçun gəlməsi, hər nə mənəsi ki, Qur'an deyib, zibhin azim, böyük bir qurbanlıq idi. Orada da əgər tarixdə də insanın qurbanlığı olmuş olsaydı da ki, var idi, da bu yasaqlandı, gəldi heyvana sarı. Və tərəqnə aleyhi fil axərin. Və bunu başqalarına neynədik? Ötürdük. Selamun ala İbrahim. Kəzalikə nəczil muhsinin. İnnəhu min ibadinəl müminin. Və İbrahimə salam olsun. O bizim mümin bəndələrimizdəndir. Və biz onu neynədik? Cəzalandırdıq. Sonralıqda deyir ki, İsmaildən sonra biz buna İshaqı verdik və ki, mən ona daha burada neynirəm? Girmirəm. Xub, siz baxsaz görürsünüz ki, belə bir nağıl demək olar Məsnəvidə də gəlibdir. Məsnəvidə Mevlana o Məscid-i Mehmankoş nağılı ki vardı, 3-cü dəftərdə demək olar gətirir. Bir məsciddir ki, mən inşallah umaram ki, bir fürsət yaransın ki, mən bu nağılı sizinlə paylaşam, yaxşı şərh edəm. Bir məsciddir ki, hər kim gedir ora, nə mənədir? Orada gecə salim qutulmur və ölür. Bir cavan oğlan gəlir ora. Cavan oğlan gəlir ora, deyir ki, nə mənədir? Mən burada qalaram. Hey bu o kətdə olanlar ki, deyib buna nəsihət edirlər. Deyirlər ki, ax sən burada niyə qalırsan? Sən qalsan burada öləcəksən. Bu böyük bir nağıldır ki, Mevlana açır ki, یک حکایت گوش کن ای نیک پی مسجدی بود بر کنار şəhər Rey. Rey şəhrinin yanında bu məscid var idi. Həndəvərində Reyin bir məscidin mümkün olsa dinlə məndən qissəsin. Bu qissəsini neyniydi? Başlayırdı. Hiç kəs dərvey nəxufdi şəb zebim ki nuh fərzəndəş şudi an şəb yətim. Orada heç kim yatanmazdı gecə. Ömrünü yatsaydı vermişdi heçə. Buradan başlayır, gəlir bu oğlan, neynir? O məsciddə qonaq olur. Qonaq olmamışdan qabaq hərə bir söz deyir də, orada deyir ki, burada sehr vardı, burada cinnilər vardı, burada səni öldürəcəklər. Şəb məxos binca əgər can bayədət, vərnə mərginca kəmin bogşayədət. Duymayıb kim canə burada yatmasın, ölümü öz başına ağnatmasın. Axı ölümü öz başına niyə ağnadırsan sən? An yeki gofti ki şəb qofli nəhid, qafili kayət, şuma kəm rəh dəhid. Qapısın işşilləyin, söylər biri, olmasın ta bir qəribin mənzili. Qıfıllayın, qoymayın ki, bir nəfər girsin ora. Niyə girsin? Axı, canını niyə əldən versin? Yazıq bir insan. Ona görə o məsciddə qoymurdu əhali bir nəfər qalsın. Bu qərib də gəlir, deyir ki, mən istəyirəm bu məsciddə qalam. Ta yeki mehman dar آمد وقت şəb, kuşenidə bud an sit əcəb. Bir gecə yoldan yetişdi bir qonaq, dolanan o sözlərə oldu qulaq. Eşidir, ta neyniyir? Bu nağıl elə belə
gəlir, davam edir. Hey o qonaqla o kəndlilər danışır, deyirlər ki, ora yatmacınan. Bu da deyir ki, baba, mən ölümü canıma almışam. Mən bir qorxan insan deyirəm ki, siz məni qorxudursuz. Mən bir aşıq sifət insanam, gəlmişəm, ölümü də almışam canıma. Heç zatdan da mənim qorxum yoxdur. Qovm گفتندش مکن جلدی برو تا نگردد جام و جانت گرو. Dedilər vaz keçinən olma qoçaq, ölümə dov getmə, gəl ey qol çomaq. Kəlləsi üstəsən getməclə, qol çomaq yəni zorbada, hozu bir insan. Ora neynəclə, getməclə. Bu adam da hey bunlarla danışır ki, mən çox bir güclü insanam, belə şeylərdən mənim qorxum yoxdur. Orada gəlir bir yol Mevlana deyir ki, bəli, bu qərib insan eyni İsmail kimindir. Və İsmail kimin gəlirdi ki, başını dayıya yerə deyə ki, mən ölümdən qorxum yoxdur ki, mən hazıram ki, orada öləm. Və bu hazırlıq əsasında ki, bu belə gedir cürətlə ölümə qabaq, Mevlana'nın xoşuna gəlir. Həm burada İsmaili xoşlayır, həm qurbanlıq yenə də yadına düşür ki, qurbanlıq eləmək, yəni o insan bir kutsal şeyə yaxınlaşmaq, bir cürət və cəsarət də lazımdır. İnsanda o cürət və cəsarət olmasa, o köhnə kimliyini, tərsə düşüncəni, tərsə kimliyi necə yandıra bilər? Buna cürət lazımdır. Ona görə deyirdi ki, mən ço İsmailiyanəm bi həzər, bəl ço İsmail azadəm zesər. Bu qərib qonaq deyirdi ki, mən eyni İsmaillər kiminəm. O İsmaillər də sonra ki, özləri gəlirlər, bir qeyri-mətizad olurlar, gedirlər, cürətlə fədai olurlar. O cürət də gənə Mevlana'nın xoşuna gəlir. Baxmayarıq ha buna. O hala nə düşüncədədir, şuubiyə daşıyır, ondan işimiz o cürət və cəsarəti ki, bunların var idi, Mevlana'nın təhsinini qazanır. Sanki İsmailiyəm, yox gözdə qan, başının İsmailəm, qeydin atan. Mən İsmail kimin başımın qeydini atmışam. Ey hərifan, mən az anha نیستم که از خیالاتی در این ره بیستم. Ey həriflər, mən onlardan deyiləm ki, bir xəyalla qorxan bu məsciddə mən yatmayam. Deyiləm, amma adoslar mən o ki, bu xəyallar yoluma olsun məki. Məki olmaq, yəni mani olmaq.